Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər. Bugün 9-cu siniflərdə olan, yəni dim test topluda olan xəzinə mətninin izahı ilə tanış olacağıq. Bu mətn ortadan seçilmiş bir mətndir, amma birinci mətndən sonuncu mətnə kimi hər birinin izahını vermək istəyirik. Sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir ki, biz bunları davamlı şəkildə təqdim edək. Təbii ki, dil qaydalarının da izahı kanalımızda olacaq. Gəlin mətnimizi oxuyaq, ondan sonra keçid edək suallarımıza. Qədim zamanlarda bir ata ilə oğul yaşayırdı. Ata oğlunun savadlı olmasını, bir peşəyə yiyələnməsini istəyirdi. Amma oğul təhsil almaq istəmir, heç bir sənətlə məşğul olmurdu. Bu atanı narahat edirdi. Günlərin birində ata oğluna bir kitab verib dedi: "Bu kitabın içində böyük bir xəzinəni tapmaq üçün lazımlı məlumat var. Onu sənə əmanət edirəm. İnanıram ki, xəzinəni tapacaqsan." Bir müddət sonra ata dünyasını dəyişdi. Dərin savada malik oğul atasından qalan mal-mülkü satıb xərclədi. Heç nəyi qalmadıqda qərar verdi ki, kitabdakı xəzinənin yerini öyrənsin. Kitabın əvvəlində yazılmışdı: "Xəzinəni tapmaq üçün kitabı axıra kimi oxumalısınız. Əgər əvvəlini oxumamış axırına keçsəniz, xəzinəni birdəfəlik itirəcəksiniz." Kitabın birinci hissəsində uzaq bir ölkədəki xəzinədən danışılırdı. Sonra mətn farsça, ərəbcə davam edirdi. Başqaları xəzinənin yerini bilməsinlər deyək, gənc kitabı tərcümə etdirmək istəmədi. Böyük həvəslə fars, ərəb dillərini öyrənməyə başladı. Bu dilləri öyrəndikdən sonra kitabı yenidən oxumağa başladı. Sonra kitabdakı yazılar Hind dilinə keçdi. Daha sonra mətn başqa dillərdə davam etdi. O böyük səbrlə bütün dilləri öyrənirdi. Artıq bir neçə dil bilən gənc çörək pulu qazanmaq üçün tərcüməçiliyə başladı. Sonra kitabda xəzinənin necə idarə olunmasından bəhs edilirdi. Beləliklə gənc iqtisadiyyatı, ticarəti də öyrəndi. Sonrakı səhifələrdə qiymətli daşlardan söhbət gedirdi. Gənc zərgərlik sənətinin sirlərinə bələd oldu. Zərgərlik sənəti bilirsiniz ki, dəyərli şagirdlər, məhz qiymətli daş-qaşla, bu qiymətli maddələrlə bağlıdır. Yəni zərgərlər bu işi görürlər. Öyrəndiklərindən bəhrələnərək başqa ölkələrə də daş-qaş ticarətinə başladı. Lakin gənc kitabı oxumağa davam edir, xəzinənin yerini öyrənməyə çalışırdı. Gəncin şöhrəti ölkəyə yayıldı. Padşah onunla görüşmək istədi. Söhbət zamanı gəncin ağlına heyran olaraq onu böyük bir vilayətin valisi təyin etdi. Vilayətin valisi, yəni başçısı deməkdir. Kitabın digər hissəsində səma cisimlərindən danışılırdı. Bu biliklər ona vilayətdə əkinçiliyi inkişaf etdirməyə kömək edildi. Çox keçmədi ki, onun vilayəti ölkədə ən zəngin məkana çevrildi. Padşah gənci yanına çağırıb özünə baş vəzir təyin etdi. Kitab artıq sona çatmışdı. Gənc əlləri əsərsə son səhifəni çevirdi. Orada bircə cümlə yazılmışdı və nöqtələr. İndi uşaqlar, mətndən biz nəyi öyrəndik? Gəlin suallara keçməzdən qabaq bir mətnimizi başa düşək. Deməli, bir ata öz oğluna və oğlu da o qədər də yaxşı oğul deyil, dərslərini oxumur, savadı yoxdur, biliyi yoxdur. Mətnin giriş hissəsində bu bilgiləri aldıq. Öz oğluna vəsiyyət edir ki, varlanmaq istəyirsənsə, xəzinə sahibi olmaq istəyirsənsə, bu kitabı axıra kimi oxuyacaqsan. Təbii ki, oğlan da elə bilir ki, kitabı oxuyan kimi xəzinənin yerini tapacaq, gedəcək, nə bilim, bir yeri qazacaq, oradan xəzinə çıxacaq. O onu elə düşünür. Amma əslində ata bir hiylə işlədir. Amma müsbət bir hiylə, pis mənada yox. Və burada ata oğlunun bir neçə dil öyrənməsinə səbəb olur, oğlunun birdən çox sahəni öyrənməsinə səbəb olur. Yəni, kitabda yazan bilgilər oğlana müsbət mənada təsir göstərir və oğlan pul qazanmağın yollarını tapır. Yəni, atası demir ki, xəzinə filan yerdə gizlədilib, get birbaşa onu götür. Atası ona, necə deyərlər, balığı vermir ki, al, ona balıq tutmağı öyrədir. Bax, bu cür oğlu xəzinə, əslində bilik ondan sonra xəzinə sahibi olur. Biz bilirik ki, ağlını işlədən insanlar, fərasətli insanlar həqiqətən də bunu bir, deyək ki, maddi xəzinəyə, pula çevirə bilər. İndi deyəcəksiniz ki, bu indi mümkün deyil, bəziləri belə düşünür, mən fərqli düşünürəm.
Bəlkə də yanılıram, bəlkə də yanılmıram. Bu başqa məsələ. Amma mətndə bizə bu təbliğ olunduğu üçün bundan yola çıxa bilərik. Deməli, həqiqətən də kitabda yazılan o biliklər bir insanın pul qazanmağına da kömək edə bilərdi. Və oğlan da həmin biliklər sayəsində gəlir baş vəzir vəzifəsinə qədər çıxır. Halbuki əvvəl nə idi? Savadsızın biri. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Kitab bir hissədən ibarət idi. Deməli, uşaqlar, bu yanlış bilgidir, niyəsini izah edək. Baxın, burada deyir ki, kitabın birinci hissəsində bir xəzinədən danışılır. Düzdürmü? Ondan sonra, məsələn, burada belə var. Burada belə bir ifadə var ki, hanı o hissə? Məsələn, kitabın digər hissəsində. Baxın, burada deyir birinci hissə, orada da deyir digər hissə. Deməli, bu kitab əgər birinci hissənin adını çəkibsə, birdən çox hissəyə bölünür və digər hissə sözü də mənə onu sübut edir ki, bu kitab sadəcə bir hissəli kitab deyil, çoxdur bu kitabın, deyək ki, həm səhifələri, həm də hissələri. Gəncin kitabı axıradək oxuması onun xəzinəni tapmaq niyyətindən irəli gəlirdi. Bəli, məsələn, burada belə bir cümlə var, deyir ki, lakin gənc kitabı oxumağa davam edir, xəzinənin yerini öyrənməyə çalışırdı. Yəni, o ticarətdən pul qazanmağa başlasa da, yenə də gözünü dikmişdi o xəzinəyə və o xəzinəni axtarışa çıxmışdı. 2 doğrudur. Yanlışın altından yanlışı götürməliyəm. Kitabdakı məlumatların müxtəlif dillərdə olması gənci həmin dilləri öyrənməyə vadar edir. Bu düz fikirdir uşaqlar. Hansı ki burada biz görürük ki, o kitabı açır, biraz oxuyur, sonra fars və ərəb dillərində deyək ki, kitab davam edir. Düzdürmü? Ona görə də mətn farsca, ərəbcə davam eləyəndə deyir ki, mən bunu tərcümə elətdirərəm. Mənim tərcümə elətdirdiyim adam gedər xəzinənin yerini tapar, cığallıq eləyər. Ona görə də gedir özü öyrənir bu dilləri. Hətta ondan sonra deyək ki, ərəb-fars dillərini öyrənəndən sonra mətn başqa dillərə gedir, daha sonra Hind dilinə keçir, müxtəlif dillərə, birdən çox dilə dəyişir, hamısını da gedir, öyrənir. Deməli, məlumatların müxtəlif dillərdə olması gənci həmin dilləri öyrənməyə vadar edir. Deyirsə, bu düz fikirdir. Gəncin xəzinənin yerini tapacağına inamı yox idi. İnamı olmayan adam kitabın son səhifəsinə qədər oxuyardımı? Xeyr, oxumazdı, amma bu adam oxudu. Deməli, bu yanlışdır. 2 və 4 bizim doğru cavabımız olacaq. Mətnin ideyasına uyğun fikri müəyyən edin. İnsanın biliyi artdıqca narahatlığı da artır. Düzdür uşaqlar, çox bilən insan həmişə çox problem yaşayır. Ancaq ki, mətndə insanın biliyinin artması ilə insanın pis vəziyyətə düşməsi yox, əksinə, insanın biliyinin artması ilə onun yaxşı qazanclı olması da qeyd olunur. Elmsiz olduğunu bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir. Burada heç kim demir ki, mən elmsizəm. Yəni, düzdür, burada məsələn, ilk deyək ki, cümlələrdə belə bir hissə var. Deyir ki, oğul təhsil almaq istəmir, heç bir sənətlə məşğul olmurdu, bu atanı narahat edirdi. Deməli, burada verilən bilgidən biz onun oğlanın elmsiz olduğunu görürük. Amma elmsiz olduğunu bilmək, bu düzgün bir ifadə deyil, yəni ona görə də kimsə elmsiz olduğunu bilmir. Maddi qazanc mənəvi zövqdən daha dəyərlidir. Maddi qazanc mənəvi zövqdən daha dəyərlidir. Bu deyir ki, yəni pul bir növ sevgidən üstündür, hisslərdən üstündür, mənəviyyatdan üstündür. Amma mətn bizə bunu demir. Xəzinələr haqqında yalnız nadir kitablar məlumat verir. Xeyr, yalnız nadir kitabların məlumat verdiyini mətn bizə demək istəmir ki. Məsələn, abituriyent dim test toplunu işləsə, yaxşı işləsə, yanında bir başqa kitablar da işləsə, nəticədə gedib universitetə qəbul olar. Universitetə qəbul olandan sonra oradakı kitabları yaxşı oxusa, həqiqətən yaxşı oxusa, təbii ki, elə belə başdan getdi yox. Oradakı bilikləri alar və yaxşı bir peşəyə sahib olar və hamı ona dəyər verər. Çünki o, yaxşı biliklidir və ona ehtiyac var hər yerdə. Ona görə də biz mətndə onu demirik ki, yalnız bəzi kitablar, nadir kitablar bizə məlumat verir. Bu yanlışdır. Mətndə sizə bunu demək istəməyiblər. Bilikdən daha zəngin xəzinə yoxdur. Bu tamamilə düz fikirdir, uşaqlar. Çünki buradakı xəzinəmiz nədir? Birinci bilik, sonra maddiyyat.
Yəni bilik olmayan yerdə maddiyyat bəzən çətin olur. Biliyi olmayan insan öz pulunu qazanmağın yollarını adətən bilmir, bilsə də pulunu idarə edə bilmir. Ona görə həqiqətən də bilikdən daha zəngin xəzinə yoxdur deyə bilərik. İndi deyəcəksiniz ki, ay müəllim, axı oğlanın çoxlu pulu var. Amma unutmayın, bu pulu necə qazandı? Biliyi ilə qazandı. Onu yadda saxlayın. Mətndə çərçivədə verilmiş sözə əsasən cədvəldəki doğru fikri müəyyən edin. Çərçivədə verilmiş sözümüz qiymətlidir. Qiymətli daş deyəndə uşaqlar, bu nə mənadadır? Qiymətli sözü yerinə görə həqiqi, yerinə görə məcazi olur. Mən desəm ki, o şagird mənim ən qiymətli şagirdimdir. Bu işçi bizim ən qiymətli işçimizdir. İnsanın dəyəri mənasında, təbii ki, bu pul deyil. İnsanın dəyəri nədir? Mənəvi bir şeydir. Təbii ki, belə mənada işlətsəydim, bu olardı məcazi. Amma mətndəki qiymətli sözü həqiqi mənadadır. Həqiqətən də qiymətli, dəyəri olan daşlardan söhbət gedir. Çünki bu adam sonra bu qiymətli daşları sataraq daşqaş ticarətinə girişir və pul qazanır. Qarşılığı mühüm dəyərli. Dəyərlidir. Yenə də dəyərli sözü də iki cür həqiqi məcazi olur. Dəyərli şagird, dəyərli müəllim, dəyərli insan desəm, bu məcazi, dəyərli pul, dəyərli kağız, dəyərli daşqaş desəm, bu da olacaq nə? Əlbəttə ki, həqiqi. Baha olan mənasında işlənmişdir. Tamamilə doğrudur uşaqlar. Çünki həqiqi mənada bir şeyin baha, dəyərli, qiymətli olduğunu bildirir. 1, 4, 5 C variantı. Əvvəlində hansı işarə qoyulmuş cümlədəki fikir mətnin birinci abzası ilə ziddiyyət təşkil edir? Gəlin baxaq mətnin birinci abzasına. Ziddiyyət təşkil edən suallar bilirsiniz necə olur uşaqlar? Məsələn, yuxarıda deyir ki, validənin soyadı Vəliyevadır. Aşağıda da deyir ki, yox, onun soyadı Əliyevadır. Deməli, belə olanda nə olur? Toqquşma olur. Yəni, ikisindən biri yalandır, 100%. Bu ziddiyyət təşkil edən cümlələrlə bağlıdır. Deyir ki, qədim zamanlarda bir ata ilə oğul yaşayırdı. Ata oğlunun savadlı olmasını, bir peşəyə yiyələnməsini istəyirdi, amma oğul təhsil almaq istəmir, heç bir sənətlə məşğul olmurdu, bu atanı narahat edirdi. Bizim birinci abzasımız budur. İndi cümlələri oxuyaq. İnanıram ki, xəzinəni tapacaqsan. Burada qeyri-adi bir şey yoxdur. Dərin savada malik oğul atasından qalan mal-mülkü satıb xərclədi. Baxın uşaqlar, dərin savada malik nə deməkdir? Yəni ağıllı, dərrakəli, savadlı deməkdir. Amma yuxarıda deyir ki, oğul təhsil almaq istəmir, heç bir şeylə də məşğul olmur. Biz görürük ki, giriş hissədə oğul bizə savadsız kimi təqdim olunub. Amma bu cümlədə deyir ki, yox, bunun savadı var, dərin savadlıdır özdə. Olar? Olmaz. Deməli, burada başqa bilgi, burada başqa bilgi var. Kvadrat olanı seçməliyik, çünki onlar bir-biri ilə ziddiyyət təşkil edir. Əgər əvvəlini oxumamış axırına keçsəniz, xəzinəni bir dəfəli itirəcəksiniz. Burada heç bir problem yoxdur. Sonra mətn farsca, ərəbcə davam edirdi. Başqaları xəzinənin yerini bilməsinlər deyə gənc kitabı tərcümə etdirmək istəmədi. Burada da yenə bir problem görmədim, yəni ziddiyyət. Deməli, D variantı düzdür. Dünd qarı hərflərlə verilmiş söz hansı cümlədə mətndəkindən fərqli, həqiqidirsə məcazi, məcazidirsə həqiqi işlənib. Dünd qarı hərflərlə verilmiş sözümüz uzaq sözüdür. Mətndə deyir ki, kitabın birinci hissəsində uzaq bir ölkədəki xəzinədən danışılır. Uzaq ölkə nədir? Bax, məsələn, mən buradayam, mən A məntəqəsindəyəm, həmin ölkədə B məntəqəsindədir. Deməli, məndən uzaqdadır, çox uzaqdadır, məsələn. Məsələn, Amerikanı götür və yaxud da, nə bilim, Almaniyanı götür, məsələn. Hansı ölkəni istəyirsən, bizdən uzaqdır, düzdürmü? Deməli, oradakı uzaq sözü hansı mənada işlənib? Həqiqi mənada işlənib. Deməli, fərqlisini istəyirsə, mən onun məcazisini tapmalıyam aşağıda. Babam Azərbaycanın uzaq bir məkanında məskən salmışdı. Məkan yerdir, uzaq yer yenə. Biri var, məsələn, Şəki, biri var Bakı, uzaqdır da, düzdürmü? Deməli, uzaq bir məkan həqiqidir. Dostları dəmir yolundan xeyli uzaq, səfalı kənddə yaşayırdı. Dəmir yolu məntəqəsindən uzaqdadır, deməli, məkan olaraq uzaqdır, həqiqidir. Katib vəziyyəti başa düşməkdən uzaq idi. Uşaqlar, məsələn, bir cümlə var, indi bu cümlənin daha sadə versiyasını deyim sizə. Deyirəm ki, şagird riyaziyyatı
başa düşməkdən uzaq idi və yaxud da deyirəm ki, şagird riyaziyyatdan uzaq idi. Bu o deməkdir ki, riyaziyyat durub burada, şagird durub burada, aralarındakı məsafə genişdir. Elə şey olar? Əlbəttə ki, yox. Buradakı uzaqlıq məcazi mənadadır və görünməyən, ölçülməyən, metrə ilə ölçə bilərsən? Yox, əlbəttə ki. Kənddən xeyli uzaq məktəbdə işləməyi də onu narahat etmirdi. Uzaq məktəb, uzaq bir məkan, həqiqidir. Sevimli heyvanlarının indi ailələrindən uzaq bir yerdə yad adamlarla yaşamasını qəbul edə bilmirdi. Yenə də bax, ailədən uzaq yer, yenə də məkandır. Deməli, həqiqi. Doğru cavab C idi, çünki mətndə həqiqi, burada isə məcazi olduğu üçün biz bunu götürəcəyik. Mətndəki obrazlara əsasən uyğunsuzluğu müəyyən edin. Ata, oğlunun savadlı biri olmasını, bir peşəyə sahib olmasını istəyirdi. Bu tamamilə düzdür. Mətnin giriş hissəsində deyir ki, heç bir sənətlə məşğul olmurdu və oğlu da təhsil almaq istəmirdi. Bu da atanı narahat edirdi. Deyir ki, oğul ölkə daxilində ticarət etməklə kifayətlənmir. Bu düzdür uşaqlar, çünki hətta o başqa yerlərə də gedir. Baxın, bu hissədə deyir ki, öyrəndiklərindən bəhrələnərək başqa ölkələrlə də daşqaş ticarətinə başladı. Deməli, təkcə öz ölkəsində, ölkənin daxilində yox, xaricində də bir iş görür. Ona görə də kifayətlənmir deyirsə düzdür. Ata kitabı sonacan oxumağı məsləhət görür. Bəli, oğluna belə bir qeyd qoyub ki, xəzinəni tapmaq üçün axıra kimi oxumalısan. Əgər əvvəlini oxumamış axırına keçsən, sən bir dəfəlik itirəcəksən. Ata kitabı, bunu oxuduq, üzr istəyirəm. Oğul müxtəlif dilləri, elmləri, peşələri öyrənir ki, zəngin biliyə yiyələnsin. Baxın uşaqlar, düzdür, oğul bu dilləri, elmləri, peşələri öyrənəndə zəngin biliyə çatır. Orada bir problem yox. Amma bunu öyrənmə səbəbi zəngin biliyə yiyələnmək deyildi. Oğul məhz xəzinəni istəyirdi. Ona görə də bu işə əl atmışdı. Yoxsa o bilikləri yığırdı sözsüz ki. Yəni hər dil öyrəndikcə, hər elm öyrəndikcə. Amma bunları öyrənməkdəki məqsədi zəngin biliyə yiyələnmək yox, xəzinəni tapmaq idi. Çünki bax, burada nə dedi? Lakin gənc kitabı oxumağa davam edir, xəzinənin yerini öyrənməyə çalışırdı. Oğul haqqında deyir ki, padşah gördüyü işləri qiymətləndirir. Bəli, uşaqlar, 6-cı, 7-ci abzaslara baxın, orada nə deyir? Onu vilayətin valisi təyin edir. Sonra görür ki, bu gəncin ağlı, zəkası daha da parlaqdır. Onun vəzifəsini artırır və onu özünə baş vəzir təyin edir. Deməli, bu da düz fikirdir. Mətnə əsasən son abzası tamamlaya bilməyən. İndi bu ata oğlunu yaxşı mənada Allahdır. Nə mənada? Oğul düşündü ki, mənə deyəcək ki, filan yerdə xəritədə, nə bilim, deyək ki, xəzinə var və bu xəzinəni gedib götürə bilərsən. Düzdürmü? Oğul belə fikirləşmişdi. Amma ata oğlunun savada, elmə, peşəyə malik olmasına kömək elədi və sonra ona başa saldı ki, sən indiyə kimi öyrəndiklərin elə sənin əsl xəzinəndir və o bilik sənin gələcəkdə o xəzinəni toplamağına kömək edir. Bu illər ərzində sən dünyanın ən zəngin xəzinəsini əldə etdin. Bəli, yəni bilik. Bu olar, bunu yazmaq olar. Axtardığın xəzinə sənin elmin biliyindir. Bu da olar. Əldə etdiyin xəzinə bütün daşqaşlardan dəyərlidir. Çünki bilik də axı, o hər şeydən dəyərlidir. Daşqaş bugün sənin əlindən alına bilər. Kimsə gələr, nəsə eləyər, əlindən alar. Amma buradakını heç kim almaz. Sən artıq axtardığın xəzinəyə sahibsən, olar. Tapacağın xəzinə əldə etdiyin bilikdən üstün olacaq. Fikir ver. Maddiyyata önəm verdi bu fikirdə. Amma yox, biz mətndə maddiyyata yox, əsasən biliyə önəm verildiyini görürük. Deməli, E variantı səhvdir və yazıla bilməz. Xəzinəyə sahib olacağı üçün qarşısına çıxan maneələri problem hesab etmirdi cümləsi mətnin neçənci abzaslarının sonuna artırıla bilər. Deməli, uşaqlar, xəzinəyə sahib olacağı təqdirdə maneələrlə üzləşən obrazımız hansı hissələrdə maneələrlə üzləşir? Baxın, 4-cüdən başlayır bu adam artıq kitabı oxumağa və maneə nədir? Dillər.
bilmədiyi dillər çıxır qabağına, məcburdur öyrənsin. Deməli, sən deyirsən ki, fars ərəb dilini, sonra hind dilini, sonra başqa dili və bu adam da yazıq biçarə nə edir? Gedir öyrənir. Deməli, burada artıq bir maneə var və sən bu 4-cü abzasın sonuna qoya bilərsən ki, xəzinəyə sahib olacağı üçün qarşısına çıxan maneələri problem hesab etmir. Eləcə də uşaqlar 5-ci abzasda da var idi. 5-ci abzasda da nədir problem? Yenə də idarə etmədən danışır, yenə də başqa məqamlardan danışır. Məsələn, o başqa ölkə ilə əlaqə yaradır, yəni başqa işlərə baş vurur, daşqaşla maraqlanır, yəni digər işlərə keçid edir. Biznesmen olur bir növ və bu da təbii ki, onun yolunda əlavə məsələlər idi. İndi 5-ə baxsaq siz görə bilərsiniz ki, orada xəzinənin idarə olunmasından danışır, məcbur olur, bunu da oxuyur, öyrənir. Daşqaşlardan söhbət gedir, onu da öyrənir, o elmi də öyrənir. Yəni bunlar hamısı nədir? Onun qabağına elə bir daş qoyur atası. O oğlan daşı oradan aradan qaldırmağı öyrənir, başqa daş qoyur, onu da öyrənir, belə-belə davam edir. Və oğlan olur yaxşı oğlan, əla oğlan. 4 və 5-ci abzasların sonuna artırmaq yaxşıdır. Məsələn, 1, 2, 3-cü abzaslarda hələ bir problemdən danışmır. Yəni, oğlanın qabağına hansı maneə çıxıb? Heç bir şey. Hələ problemdən danışmır, ona görə də ciddi bir məqam yoxdur. İndi problem burada nə ola bilər? Siz deyə bilərsiniz ki, orada bəs oğul bütün mal-mülkü satıb, deyək ki, xərcləyir. Düzdürmü? Amma o hissədə, yəni sonuna qoymaq olmur. Çünki hələ kitabın üzünü indi açıb baxın. Nə problem həll elədi ki o? 5 daha uyğundur. 6-da. Orada artıq onun vəzifəsi artır. Burada maneə yoxdur. Vəssalam. Gözəl. Yaxşı baxmışıq. 4 və 5-ci abzas. Mətndəki oğul obrazının xarakterinə aid 2 xüsusiyyət yazın. Deməli, birinci xüsusiyyətimizi belə verə bilərik. Deyə bilərsiniz ki, bu adam əzmlidir, əzmkardır, düzdürmü? Və yaxud da iradəlidir. Bunu demək olar. İkinci bir xüsusiyyət olaraq zəhmətkeşdir, çalışqandır. Bu ikisindən birini yaza bilərsiniz. Eyni şeyi yazmayın. Zəhmətkeş, çalışqan eyni mənaya gəlir. Tövsiyə etmirəm ki, eyni şeyi yazasınız. Ondan sonra nə ola bilər? Şərhlərdə sizin də fikrinizi görmək istəyərəm. Ondan sonra deyə bilərik ki, səbirlidir. Məsələn, səbrini basır, o kitabı axıra kimi oxuyur. Məsələn, mən 2-dən artıq xüsusiyyət dedim, siz özünüz də seçə bilərsiniz. Üzərində rəqəm qoyulmuş sözləri mətndə ifadə etdiyi mənadan fərqli mənada işlədir. Üzərində rəqəm qoyulmuş sözlərimiz hansıdır uşaqlar? Gəlin baxaq. Birincidir, Hind dilinə keçdi. İkinci, çörək pulu qazanmaq sözü. Üçüncü də məkana çevrilmək. Mən bunun üçün sizə çoxlu nümunələr yazmışam. Keçmək feili bir dildən başqa dilə keçmək mənasındadır mətndə. Siz yaza bilərsiniz, işıq keçdi, lampa keçdi, yəni sönmək mənasında. Mən bunu ona keçirəm. Günahından keçirəm. Bağışlamaq, güzəşt eləmək mənasında. Uşaq həkim müayinəsindən keçdi. Yoxlamaya, müayinəyə və s. uğramaq mənasında. Bu arada bunlar birbaşa, yəni azleksdən götürülüb, lüğətdən götürülüb. Burada bəzi sözlər sizə qəribə gəlsə, lazımdırsa mən çəkib yollayarım. Şagird ustasını keçdi, yəni ötüb keçmək mənasında, geridə buraxmaq. 9-cu sinif şagirdi qaçaraq 11-ci sinif şagirdini keçdi. İndi baxırsan ki, 9-cu sinif şagirdləri 11-ci siniflərdən daha belə, necə deyərlər, böyük görsənir, düzdürmü? İrəlidə olmaq ötmək mənasındadır. Sonra 9-cu sinif şagirdi imtahanı uğurla keçdi. Bir şeyin, yəni oxumaq, təlim, müalicənin müddətini başa vurmaq, yerinə yetirmək. O işini bitirib sinif otağına keçdi. Bu arada bu mötərizəni yazmaq sizin üçün vacib deyil, sadəcə olaraq mən bunu yazmışam. Olduğu yeri tərk edib başqa yerə çəkilmək, girmək, daxil olmaq mənasında. Körpüdən keçmək, tuneldən keçmək, bu da hərəkət edərək, yeriyərək, addımlayaraq, irəliləmək, yer dəyişmək, ötüb getmək, bir şeyi arxada buraxmaq mənasındadır. Qazanmağı əvəzləyə bilərsiniz nə ilə? Qazanmaq mətndə maddiyyatla bağlıdır, işləməklə fayda götürmək, yenə də pul. Əldə etmək, nail olmaq, yiyələnmək, sahib olmaq kimi işlədə bilərsiniz. Məsələn, o yaxşı işlər görüb hörmət qazandı. Validə müəllim video çəkib abunə qazandı. O hər kəsin sevgisini qazandı. Bu cür.
Çevrilmək mətndə zəngin məkana çevrildi cümləsi idi. Yəni zəngin məkan oldu mənasındadır. Silahlar mənfur düşmənə tərəf çevrildi. Yəni silahını çevirirsən ona tərəf istiqamətləndirilmək, yönəldilmək. O arxaya çevrildi. Özünü çevirmək, özünü döndərmək, başqa səmtə döndərmək. Yəni başını çevirirsən, bədənini o tərəfə çevirirsən bu cür. Əsər başqa dildən çevrilmişdi. Bu da yenə tərcümə olunmaq mənasında çıxış eləyir. Belə. Ümid edirəm sizin üçün faydalı oldu. Faydalı oldusa sadəcə bəyənin, abunə olun. Vəssalam. Başqa heç bir şey canınızın sağlığı. Sağ olun, salamat qalın.